biz bir mövzudan danışırıq, sonra baxırıq ki, tamamilə ayrı mövzudayıq. Heç kim bilmir ki, hardan danışırdıq və bu bizə çox ümidsizlik verir. Deyirik ki, bəs mənim yaddaşım zəifləyib, gün ərzində fikrim yayınır, heç bilmirəm nəyi deyəcəkdim və nə qədər düşünürsənsə o informasiya gəlmir. Mən burada məsləhət görərdim ki, sən mental qeydlər qoyasan. Bu texnikanı biz yarışlarda istifadə edirik. İndi bu misalda mən göstərəcəm ki, ondan necə istifadə edə bilərsən. Deyək ki, bir mövzudan danışırıq. Mövzumuz odur ki, biz xaricdən hansısa məhsulu gətirmək istəyirik. Oradan başladıq və mövzu üzrə davam edirik. Kimsə orada futboldan və ya Ukraynadakı hansısa hadisədən danışanda sən hiss eləyəcəksən ki, mövzu dəyişə bilər. Dərhal özünə qeyd qoy ki, mövzu xaricdən məhsul gətirməkdir. Özü bunu dinən bir dəfə, iki dəfə və sonra o insana imkan verir ki, eybi yox. Əgər məcburi müdaxilə edəcəksə, qoy etsin. Amma sən özünə qeyd qoydun, bir dəfə, iki dəfə onu özünə mental olaraq desən, sənin beynin artıq o mövzunun nə olduğunu biləcək. Və üstündən 10 dəqiqə, 15 dəqiqə keçsə belə, sən deyəcəksən ki, okey, mövzu buydu. Bəzən insanlar təəccüblənirlər ki, hətta mən podkastlarda, çıxışlarımda belə suallara yenidən qayıdıram. Deyirəm, hə, bayaqki suala gəlincə isə onun cavabı belədir. İnsanlar bunun super təbii yaddaş olduğunu düşünürlər. Xeyr, bu sadəcə olaraq mental qeyddir.